Master School Tədris Mərkəzi tərəfindən magistratura üzrə keçirilən sınaq imtahanında istifadə edilmiş ingilis dili fənnindən sualların izahına baxırıq. Bildiyiniz kimi 1-dən 5-ə qədər dinləmə tipli suallardır. Ona görə də əvvəlcə dinləməyə qulaq asaq və o arada öz qeydlərimizi aparaq. According to the UNESCO report, there are more than 6,000 languages in the world today, but over half are in danger of dying out. Yeah, the Ainu language used in Japan has less than a few hundred speakers left, or the Maori language in New Zealand. The report says one language becomes extinct every 2 weeks. It's terrible. Basically, I think we need to keep these languages alive. I don't quite see it like that. Can you actually protect the language anyway? Yes, Welsh is a great example. When the Welsh Language Board was set up in 1991, only 19% of the population spoke Welsh. Now it's up to around 25%, and most speakers are younger than 30. Yeah, every government should do what they can to support languages. But I wonder if we need 6,000 languages. I mean, languages become extinct for the reason that nobody wants to speak them. We can't assume that every language must naturally survive. But you know, languages tell us about who we are. You can't separate language from culture. Take one away and the other dies. I don't agree. At least not for Italy. Before, there have been over 100 languages, or at least different dialects in Italy. But now, basically, we all speak Italian. We all feel Italian. We haven't lost our culture because we all speak the same language. You can understand each other well in Italy now, but I'm sure a lot of cultural aspects disappeared with the extinction of those languages and dialects. I don't think so. Personally, I believe that it would be even great if all people spoke the same language all over the world. I think you might be mistaken at that point. So you think everyone in the world should speak English? Why not? It would be easier for everyone. Also, in this way, government could save millions of pounds spent on the protection of the languages. I think we can't agree on this topic. Let's agree to disagree. Okay, deməli yoldaşlar, qeydlərimizi apardıq bir kənarda. İndi baxaq bir suallara. Birinci sualda complete the sentence according to the dialogue deyir. Diyaloq əsasən cümləni tamamlamamızı istəyir. Yəni, verilən cümlələr ola bilsin ki, olsun danışılan dinləmədə. Sadəcə olaraq cümlənin davamını istəyir bizdən, tamamlamamızı istəyir. Və bunu da elə ən başlanğıcda deyirdi ki, according to the UNESCO report, there are more than 6,000 languages in the world, but over half are in danger. Deməli, 6.000 belə deyək, 6.000-dən hətta çox dil var dünyada, lakin yarıdan çoxu danger təhlükə, yəni təhlükə altındadır. Deməli, onda birinci sualda cavabımız B variantı çıxır ki, deməli, more than 3,000 languages are at risk of dying out. Vəssalam. Götürürük 1-ə B variantı. Keçirik ikinci sualımıza. Deməli, which of the following questions does the dialogue answer? Diyaloq hansı suala cavab verir? How many speakers of the Ainu language are there? Ainu dilinin deyir nə qədər danışanı var, yəni neçə nəfər danışır. Baxın, burada bir kənarda qeyd aparmışam sağ tərəfdə. Ainu languages, a few speakers. Yəni, dünyada sadəcə bir neçə danışan adam qalıb Ainu language-də. Deməli, elə A variantı doğru cavabdır. Amma digər variantlara baxaq. B variantına, what languages were spoken in Italy before? İtaliyada əvvəllər hansı dillərdə danışılırdı? Bilmirik. Sadəcə deyirdi ki, İtaliyada 100-dən çox diyaloqlar var idi, yəni şivələr var idi. Amma indi sadəcə İtalyan dili qalıb. C-də, who was the Welsh language board established by? Welsh dilinin boardu, yəni belə deyək də, əlifbası bir növ, nə vaxtı yaradılıb, daha doğrusu kim tərəfindən yaradılıb? Bunu da bilmirik. Amma nə vaxt yaradıldığını bilirik, 1991-də, 1991 deyir.
D-də how much money is spent on the protection of the Italian language? İtalyan dilinin qorunması üçün nə qədər pul xərclənilib bilmirik. Y-də why do so many people tend to learn Italian? Niyə görə bu qədər insan deyir, İtalyan dilini öyrənməyə meyillidir? Bunu da bilmirik. Sadəcə deyirdi ki, 100-dən çox dialoqlar var imiş, amma artıq o dialoqlar, şivələr hamısı yoxa çıxıb və sadəcə İtalyan dili qalıb. Və deyirdi, biz hamımız İtalyan dilində danışırıq, İtalyanca hiss edirik, İtalyanca düşünürük. Bu da bir növ bunlar üçün plusdır, yəni. Deməli, cavabımız A variantı. Üçüncü sualda, one language becomes extinct. Aha, dil nə vaxtda extinct olur, yəni nəsli tükənir, yoxa çıxır, o vaxt ki, insanlar belə deyək, onu danışmayanda və deyirdi ki, hər 2 həftədən bir, every 2 weeks, onu çatdırıb qeyd edə bilmədim, every 2 weeks, hər 2 həftədən bir dil dünyada yoxa çıxır. Və dördüncüdə, what happens when nobody wants to speak the language? İnsanlardan heç kim o dildə danışmaq istəməyəndə, o zaman o dilə nə baş verir? Elə indi dediyimiz məsələ, dil artıq yoxa çıxır. It becomes extinct. Cavab D bəndi. Və beşincidə, correct istəyir bizdən. A-da deyir ki, and thinks that people do not need 6,000 languages. Ənin düşüncəsinə görə 6.000 dilə ehtiyac yoxdur. İnsanların ehtiyacı yoxdur. Amma ən sona fikir versəz, burada qeyd eləmişəm ki, if all spoke the same language in boys' opinion. Oğlanın fikrincə hər kəs yəni eyni dildə danışsaydı dünya daha yaxşı yerə çevrilərdi. Daha bir-birimizi anlayardıq deyirdi. Deməli, Ənin fikrincə deyildi, Tomun fikrincə idi. B-də Tom thinks that everyone in the world should speak the same language. Bəli, Tom deyirdi ki, I wish everyone speaks English in the world. Yəni, bütün dünyada sadəcə İngilis dilində danışılmağını arzu eləyərdim. Cavab B variantı. C variantına baxaq. Over the half of Welsh population speak Welsh. Yarıdan çoxu Welsh dilində danışır Welsh əhalisinin. Amma nə deyir? Burada qeyd eləmişik 25%. Yəni quarter, 1/4 danışır Welsh dilində. D-də the Welsh Language Board failed to protect Welsh. Xeyr, 1991-də zaten yaradılmışdı və 19% əvvəllər danışılmış, artıq 25% danışır. Yəni bu o deməkdir ki, uğursuzluq deyil, fail deyil, successful olur. Və Y variantında Anne agrees with Tom, Anne Tomla razılaşır. Xeyr, ən sonda Anne belə deyirdi. Let's agree to disagree. Yəni ki, narazı olma, razılaşmamağa razıyıq. Razılaşaq. Yəni, fikirləri üst-üstə düşmür. Cavab B variantı. Keçirik indi tekstimizə. Bilirik ki, 6-dan 10-cu suala qədər birinci tekstin, 11-dən 15-ə qədər isə ikinci tekstin suallarına aid olur. Deməli, başlayırıq birinci 6-cı sualımıza. Bilirsiniz, 6-cı sual 4 hissədən ibarət true-false tipli suallar olur. 4-dən 4-ünə də düz doğru cavab versəz 1 bal alırsınız. 4-dən 3-ünə düz, 1-nə yanlış cavab versəz 0.5 bal alırsınız. 2 və daha az cavab verdikdə isə artıq 0 bal ilə qiymətləndirilir. Baxaq 6.1-ci suala. Roller coaster rides usually last for about an hour. Deyir ki, roller coaster, yəni karusel deməkdir, bilirsiniz bunu. Karusel deyir, belə deyək, o dövriyyəsi bir növ təxminən 1 saat çəkir. Amma mətndə bunu deyirdi ki, baxın, a roller coaster ride may only last a few minutes. Yəni sadəcə bir neçə dəqiqə sürür onun, yəni sürüşü, karuselin bir dövriyyəsi, yəni. Deməli, cavabımız B variantı. 6.2 Engineers build the roller coaster in parts and assemble it at the park. Deyir ki, mühəndislər roller coaster'ı hissələr şəklində hazırlayır və parkda onları assemble edir, yəni birləşdirirlər. Bəli, mətndə də deyirdi ki, deməli, necə dəqiqə həmin o hissəni göstərim. Engineers put the coaster together at the park. Deməli, mühəndislər hissəli şəkildə onu hazırlayırlar, hissələr şəklində hazırlayıb və parkda gətirib birləşdirirlər. Deməli, bu truedur, doğrudur.
Keçirik 6.3-ə. Computer models are used to plan and design roller coaster. Bu sual çox adamda problem yaratmışdı. Deyir ki, kompüter modelləri roller coasterları dizayn eləməyə və planlamağa görə istifadə edilir. Bəli, yəni rahat sual idi əslində. Mətndə də deyirdi ki, the designer plans and models the roller coaster on a computer. Yəni dizayner roller coaster'ı kompüterdə planlayır və modelləşdirir. Deməli, onda kompüter modelindən istifadə edilir də. Cavab olacaq A variantı. Və dördüncüdə, designers add hills, drops and curves without considering any forces of physics. Deyir ki, dizaynerlər bu roller coaster'ı düzəldərkən fizikanın heç bir qayda qanununa əməl eləmədən onun, belə deyək, qalxışlarını, enişlərini, döngələrini hazırlayırlar, əlavə edirlər. Amma mətndə nə deyirdi? Baxın. Potential energy. Deməli, roller coaster train perched at the top of a hill has a store of potential energy. Deməli, gravitasiya qüvvəsindən istifadə edilir. Baxın, bu hissələrdə birinci abzasımızın düz orta cümlələrində bundan istifadə edilir. Yəni, fizika qanunlarına əməl edilir. Deməli, onda bu olacaq false. Çünki heç bir without deyir. Yəni, ondan istifadə etməksizin. Və 7-ci suala baxırıq. It is tested over several days before it opens to the public. Nə mənaya gəlir? Deyir ki, ictimaiyyətə açılmazdan əvvəl roller coaster bir neçə gün qabaqcadan test edilir dəfələrcə. Bəli, mətndə bu cümləni biz səhv etmirəmsə ikinci abzasda görmüşdük. Bunun mənasını istəyir bizdən. A variantına deyir ki, it opens to the public before being tested over several days. Deyir ki, test olunmazdan əvvəl ictimaiyyətə artıq açılır. Xeyir, səhvdir. B-də, it is never tested before opening to the public. Yəni, ictimaiyyətə açılmazdan əvvəl heç vaxt test olunmur. Xeyr, bu da səhvdir. It is tested for several days prior to being opened to the public. Bəli, bu doğru cavabımızdır. Gənclər, prior elə before sözünün sinonimidir. Yəni, bir neçə gün əvvəl açılmazdan qabaq ictimaiyyətə o test edilir. Cavabımız C variantı. 8-cidə thrills sözünün mənasını istəyir. Gənclər, thrills həyəcan deməkdir. Yəni, exciting experiences. Yəni, həyəcanlı deneyimlər, təcrübələr. Cavab olacaq B variantı. Boring activities, sıxıcı aktivitelər, relaxing moments, yəni relax eləyən, yəni rahatlaşdırıcı anlar, dangerous risks, təhlükəli risklər, daily routines, gündəlik rutinlər demək. Cavabımız bizdə təbii ki, həyəcanlı olan, yəni B variantı. 9-cuda ən problemli suallardan biri idi. It sözünün hansı sözə istinad elədiyini istəyir. Gəlin həmin o cümləyə baxaq. Deməli, deyir ki, the pull of gravity releases the potential energy, changing it into kinetic energy. Deyir ki, gravitasiyanın dartım qüvvəsi potensial enerjini, belə deyək, azad eləyir və onu kinetik enerjiyə çevirir. Yəni, kinetik enerjiyə çevirərək potensial enerjini buraxır, azad edir. Deməli, onda nəyi kinetik enerjiyə çevirir? Potensial enerjini. Deməli, cavabımız olacaq B variantı, potential energy. Və bunun həll yolunu mən tələbələrə həmişə deyirəm. Baxın, bu it biraz riskli məsələdir. Çünki it həm adlıq halda ola bilər, həm də obyekt halında ola bilər. Adlıq halda olursa, bu təbii ki, mübtədadır və cümlənin əvvəlində gəlir. Lakin obyekt halında olanda feildən sonra gəlir. Baxın, burada change feilindən sonra gəlir. Deməli, onda bu elə bizim tamamlığımız vəzifəsinə çıxış edib obyekt halındadır. Nə edəcəyik? Əvvəlki hissədə də tamamlığı tapacaq. Yəni, feildən sonraki hissəni. Deməli, onda olacaq. Cavabımız the potential energy. Vəssalam. 10-cu suala baxırıq. 10-cu sual açıq tipli sualdır. Bilirsiniz ki, birə-bir doğru cavabı yazmalısınız, yoxsa cavab səhv hesab olunacaq. 0 bal alacaqsınız. What is the primary material used to build roller coasters? Deyir ki, roller coasterların hazırlanmasında hansı əsas material istifadə olunur? Mətndə materiallardan heç bir söhbət getmirdi. Sadəcə kompüter modelindən və fizika qanunlarından söhbət gedirdi. Deməli, birdə bizə lazım olan cavab yoxdur. 2-də, how does a roller coaster speed affect its design?
Roller coaster'ın deyir, sürəti onun dizaynına necə təsir edir? Bu barədə də məlumatımız yoxdur. Üçüncüdə, what forces need to be considered when designing a roller coaster? Roller coaster'ı dizayn eləyərkən hansı qüvvələri nəzərə almalıyıq? Bayaq da qeyd elədik, gravitasiya qüvvəsini, gravity-ni, belə deyək, nəzərə alırıq. Deməli, üçün cavabı var. Dördüncüdə, how long does it take to design and build a roller coaster? Yeni bir roller coaster'ı düzəltmək nə qədər vaxt alır? Mətndə deyirdi ki, ən axırıncı abzasda it takes about a year to design and build a new roller coaster. Yəni yeni bir roller coaster'ı dizayn edib, planlayıb tikmək 1 il təxminən vaxt alır. Deməli onda 3-ü götürürük, 4-ü götürürük, bunları götürək, qızımızı eləyək. Və 5-cidə, what is the role of gravity in a roller coaster's movement? Roller coaster'ın hərəkətində gravitasiyanın rolu nədir? Bayaq da qeyd elədik. Potensial enerjini kinetik enerjiyə çevirmək. Deməli onda bunun da cavabı var. Yəni cavabımız olur 3, 4 və 5. Keçirik 11-ci suala. Bilirsiniz, yenə 11 true false tiplidir. Lyle and Eric Menendez were accused of murdering their parents in 1989. 1989-da Lyle və Eric Menendez qardaşları deyir, nənə babalarını belə deyək, öldürməkdə ittiham olunurdular. Accuse ittiham olunmaq deməkdir. Xeyr, nə deyirdi? Valideynlərini öldürməkdə. Baxın, murdering their parents. Deməli onda grandparents məsələsi səhvdir. B variantı. Keçirik 12-yə. The Menendez family murders were quickly solved and didn't attract much media attention. Deyir ki, Menendez ailə qətliamı tezbazar həll olundu və heç bir belə deyək, medianın diqqətini cəlb eləmədi. Amma mətndə deyirdi ki, baxın, bu abzasda deyir ki, the trial was highly publicized, drawing attention due to the shocking nature of the crime and the brothers' claim of abuse. Deməli, yəni qardaşların belə deyək, o təcavüz belə də ittihamlarının ardından cinayət çox ciddi bir şəkildə diqqət gördü, attention cəlb elədi özünə. Deməli, onda bu da səhv olmuş oldu. Deyirdi ki, çünki heç bir diqqət cəlb eləməyib. 3-də, the Menendez brothers were convicted of second degree murder. İkinci dərəcəli qətliamdan belə deyək, Menendez qardaşları məsuliyyət daşıyırdılar. Amma mətndə nə deyirdi? First degree. Həmin o hissəni tapın. Baxın, first degree murder. Deməli, bu da səhvdir. Və keçirik 1.4-də. Deyir ki, the brothers claimed they killed their parents in self-defense due to years of abuse. Qardaşlar özlərini müdafiə, yəni nəfsi müdafiə zəminində belə deyək, valideynlərini öldürdüklərindən, yəni özlərini belə deyək, ağa çıxartmaq istəyirdilər, yəni bəraət qazanmaq istəyirdilər. Bəli, mətndə də baxın, burada deyirdi genuine self-defense, yəni təmiz, yəni nəfsi müdafiə hesab olunur. Deməli, onda bu true'dur. Çünki deyirdi ki, illər boyunca valideynlərinin zorakılığına məruz qalıblar. 12-yə baxırıq. Why is this case disputed? Niyə görə bu məsələ, yəni bu qətliam bu qədər yəni diqqət gördü? Məsələ nə idi? Çünki bu həmin o Lyle və digər qardaşın adı Eric Menendez qardaşları, çünki valideynlərindən illər boyunca belə deyək, abusement görmüşdülər, yəni zorakılıq görmüşdülər, təcavüz görmüşdülər. Ona görə artıq millət ayağa qalxmışdı. Yəni cavabımız olacaq B variantı. The brothers' defense of self-defense due to alleged abuse is questioned by some. Çünki bir çox adam buna belə deyək, yanaşmırdı. Yəni pozitiv yanaşmırdı. Deyirlər ki, qardaşlar yalan deyir və s. 13-də initially sözünün mənasını istəyir. Initially ilk başda deməkdir. Yəni at first, B variantı. Gəlin digərlərinə baxaq. Finally, nəhayət ki deməkdir. Suddenly, qəfildən deməkdir. Gradually, tədricən, yavaş-yavaş deməkdir. Never edə bilirsiniz, heç vaxt deməkdir.
Cavab olur B variantı. 14-də Why were people in America shocked? Niyə görə Amerika xalqı şok içində idi? Və bunu da bayaqları demişdik. Çünki qardaşlar valideynlərini öldürməkdə ittihamı okurdular. Cavab olacaq C variantı. Və 15-ci sualda. Hansı sualın cavabı yoxdur? What was the outcome of the Menendez brothers trial? Menendez qardaşlarının belə deyək, bu belə deyək də, o araşdırmanın outcome-ı, nəticəsi nə oldu? Hələ ki bilinmir. Çünki deyirdi ki, hələ də continued to be one of the most famous cases in American criminal. Çünki hələ də belə deyək, remains controversial. Baxın, yəni təzad olaraq qalıb. Hələ də insanlar bəziləri inanır, bəziləri inanmır bu məsələyə. Deməli, birinci cavabı yoxdur. 2-də, what was the initial theory about the Menendez family murders? Deməli, deyir ki, bu Menendez ailəsinin qətliamı barədə ilk teoriya nə idi? Yəni, ilk uydurulan fərziyyə nə idi? Deyirdilər ki, ilk dəfə deməli, initially appeared to be a robbery gone wrong. Yəni, sanki güya oğurluq olubmuş və işlər tərs gedib, ona görə oğru güya o qadınla kişini öldürüb. Xeyr, deməli, bu cavabı da götürmürük, çünki bunun da cavabı var. Deməli, birinci cavabı var, outcome oldu ki, hələ ki məlum deyil, tam olaraq, yəni bəziləri inanır, bəziləri inanmır. Sadəcə olaraq oğlanlar özünü müdafiə edirlər ki, biz belə deyək, zorakılığa məruz qalmışıq və nəfsi müdafiə nəticəsində öldürmüşük. Birinci cavabı var, götürmürük. İkinci cavabı var, götürmürük. 3-də, how many years did Lyle and Eric Menendez serve in prison before their trial? Bunlar, yəni Lyle və Eric qardaşları belə deyək, mühakimə olunmazdan əvvəl neçə il həbsdə qalıblar? Bilmirik, məlumatımız yoxdur. Mətndə bu barədə məlumat yox idi. 3-ü götürürük. 4-cüdə, where were the members of the Menendez family when the murders took place? Cinayət baş verən zaman Menendez ailəsinin üzvləri harada idilər? Bilmirik, məlumatımız yoxdur. Yaşadıqları yeri bilirik. Yəni, burada doğulublar, burada böyüyüblər və s. Amma, baxın, Beverly Hills. Amma qətl olan zaman, hadisə baş verən zaman ailə üzvləri hardaydı? Bu barədə məlumatımız yoxdur. Və 5-cidə, what defense did the Menendez brothers use during their trial? Hansı müdafiəni özlərinə belə deyək də uydurdular şeylərdə Menendez qardaşları istifadə etdilər? Nə deyirdi? Biz uzun illər boyunca abusement-ə məruz qalmışıq, yəni təcavüzə məruz qalmışıq. Deməli, 5-in də cavabı var. Bizdən cavabı olmayanları istəyir, o da olacaq. Cavab 3 və 4. Okay, indi isə 16-cı suala baxırıq. I will never respect a person. Deməli, mən heç vaxt bir şəxsə hörmət etmirəm. Kim ki, A variantında, who is diligent? Kim ki çalışqandır. Xeyr. B variantı, who my family members adore? Kimə ki, mənim ailə üzvlərim heyrandır. Xeyr. Who never keeps his promises? Kim ki heç vaxt sözünü tutmur. Okay, doğru cavabdır. D. Who is respected by everyone? Hər kəsə kim ki hörmət edir. Yəni kimə ki hər kəs tərəfindən hörmət edilir. Xeyr. E variantı, who I have talked to? Kimə ki, belə deyək, mən danışıram, kiminlə ki, mən söhbət edirəm, danışdığım adam. Okay, fikir verirsinizsə, 5 variantdan 4-ü pozitivdir, digəri isə negativdir. Yəni, kimə hörmət eləməzsən, təbii ki, negativ bir xüsusiyyəti olan insana, yəni C variantı, sözünü heç vaxt tutmayan insana. Və 17-ci sualda, I can help my students with tests. Okay, test sözünün isim olduğunu bilirik. But I think they must do them. Nəsə. Okay, isimdirsə biz sonu S ilə bitən müstəqil yerli əvəzləri ata bilərik. Çünki bunlardan sonra isim gəlmir. Sonra they, belə deyək, adlı halda olan əvəzlidir. Burada with var. Və bilirik ki, bu sözünü obyekt halında olan əvəzlərlə işlənir. Them olmalıydı ən azından. Z-yi də ataq. Qaldı A və C variantı arasında their ya da their.
və themselves, theyselves. Bilirik ki, theyselves deyə bir şey yoxdur. Ona görə cavabımız A variantı. I can help my students with their tests, but I think they must do them themselves. Aha, deməli definitionlarımızı istəyir bizdən. Preserve qorumaq deməkdir. Yəni often by protecting it. Baxın, deməli onda birə C variantı uyğun gəlir. Sonra 2-də adore bir şeyə heyranlıq duymaq mənasında işlənir. Deməli nə olacaq? Nə olacaq? To have a strong affection. Yəni 2-yə B variantı uyğundur və 3-cüdə betray xəyanət eləməkdir. Yəni vəfasız olmaq. 3-ə də Y variantı uyğundur. Vəssalam. C, B və Y variantı. Baxaq görək. Sorry, D, B-yi. C niyə yazmışam bura? D variantı, protect. Deməli onda cavabımız Y variantı. Və keçirik növbəti sualımıza, 19-cu və 20-ci suallarımıza. Deməli, 19-da bizim çox önəmli bir məsələmiz var burada. Zət işarəsi var, zət göstəricisi var. Bilirik ki, to zət ifadəsi yoxdur. Very zət ifadəsi yoxdur. Enough zət ifadəsi yoxdur. So zət var, such zət var. 2 ilə 3 doğru cavab kimi görünür. Gəlin baxaq. James has so many good friends that he never feels lonely. James'in belə deyək, o qədər çox yaxşı dostları var ki, o heç vaxt tənha hiss etmir özünü. Bəli, 2-ni götürürük. 3-ə baxaq. James has such good friends that he rarely feels lonely. James'in elə yaxşı dostları var ki, nadir hallarda özünü tənha hiss edir. Bəli, deməli onda 2 və 3, yəni B variantı doğru cavabımızdır. Və 20-ci suala baxırıq. 20-ci sualda deməli hekayə qurmaq istənilir bizdən. Gəlin baxaq. Deməli, ayrıca bu tərəfdə baxaq bu suala. Deməli, hekayəyə giriş veririk. Dialoq deyə sual-cavabla başlayacaq təbii ki. 6 ilə başlayaraq. Did you hear about the new cafe that opened downtown? Təzə açılan, downtownda açılan təzə kafe haqqında eşitmisən? O da deyir ki, 5. Yeah, everyone's talking about it. Have you been? Hə, hər kəs deyir, ondan danışır. Heç orada olmusan? O da deyir ki, deməli 2 olacaq. I stopped by yesterday. Dünənlərdir orada duraqladım, yəni baş çəkdim. It's cozy and their pastries are amazing. Çox rahat idi və şirniyyatları da amazing, möhtəşəm idi. Sonra 3. Oh, now you are tempting me. What did you try? Deyir ki, indi sən mənə yəni belə də təşviq eləyirsən, şövq eləyirsən ora getməyə. Nəyə baxdın, nəyin dadına baxdın, nəyi sınadın? O da deyir ki, a chocolate croissant and a latte, perfect combo. Deyir ki, şokoladlı kruasan və latte belə deyək, aldım. Yəni mükəmməl kombo idi, birləşmə idi. Deməli o da deyir ki, sounds good, maybe I'll check it out tomorrow. Əla səslənir, ola bilsin, sabah mən də getdim yoxlamağa. Deməli 6, 5, 2, 3, 4, 1. Yəni cavab C variantı olmuş oldu. Vəssalam gənclər, suallarımızdan bu qədər. Sizinlə mən idim, Avuyev Xamis. İnşallah növbəti sınaq izahlarında görüşənədək hələlik.